marka olacaq sözü. Bu sözlər uşaqlar, burada saxlayırsınız ki, bu tip sözlər hamısı sadədir. Bunlar heç bir düzəltmə deyil. Bunları dəftərdə qeyd edirsiniz. Almaq, alçalmaq, yəni belə söz alçal. Kök ola bilər, alınan alçal. Yəni biz demişik ki, arasında məna əlaqəsi olmalıdır da. Ona görə bu olmayacaq. Sözün kökü olacaq alçal, maqdar, qrammatik. Sonra saf sözü kökü ola bilər. Saf sözü kökü ola bilər, saf. Ola bilməz. Bunun da kökü olacaq elə sarsıl, maqdar, qrammatik. Sonra Nazım, saxlamaq necə olacaq? Saxla sözün kökü. Saxla sözün kökü və saf deyə bilmir ya. Ona görə sözün kökü olacaq. Saxla, maqdar, qrammatik. Sonra yapışmaq söz necə olacaq? Yapış, maqdar, qrammatik. Yapış sözün kökü, maqdar, qrammatik. Sonra uzamaq deyə bildik, uzamaq. Uzanma sözün. Uzan sözün kökü, maq, qrammatik. Sonra qızarmaq. Qızar sözün kökü. Uşaqlar, hər qızan qızarmadığı üçün sözün kökü qız olmur. Ona görə kök olacaq qızar, maqdar, qrammatik. Sonra bağış, əla durursan. Olacaq bağışla, maqdar, qrammatik. Sonra dağılmaq. Dağ ola bilər sözün. Dağla dağın əlaqəsi var. Dağ dağılı Dağılıq dağılmaz. olsaydı dağılıq. Dağılıq olanı da, dağ olanı bildiğimiz dağ, qılıqdan məkan bildirən yer, dağılıq yer yəni. Başında dağılmaq olduğuna görə dağıl sözün kökü, maqdar, qrammatik olacaq. Yəni bu gördüyünüz sözlərin hamısı uşaqlar, quruluş cəhətdən hamısı sadədir. Heç bir düzəltmə deyil. Dəftərdə bugün yazır ki, sadə sözlər. Gəlin bu qarşıda çıxandan biləsiniz.